Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Bitkiçilik məhsullarının ixracı zamanı agentlik tərəfindən hansı nəzarət tənzimləmə tədbirləri həyata keçirilir? Bitkiçilik təsərrüfatlarının qeydiyyatı nə üçün vacibdir? Markalanma zamanı sahibkarlıq subyektləri hansı tələblərə diqqət etməlidir? Agentlik makaron məhsulları ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Qarpız alarkən nəyə diqqət etməliyik? Bugünkü mövzunun müzakirəsindən əvvəl gəlin ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası Təbii Mineral Sulara dair Sanitariya Norma və Qaydaları adlı Texniki Normativ Hüquqi Aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar Respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış ixal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, təbii mineral sulara dair sanitariya norma və qaydaları 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Respublika ərazisində istehsal olunan və ölkə ərazisinə ixal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qida məhsulları ilə təmasda olan material və məmulatlara dair Sanitariya Norma və Qaydaları adlı Texniki Normativ Hüquqi Aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu Texniki Normativ Hüquqi Akt Respublika ərazisində istehsal edilən, emal edilən və ya idxal edilən ağıllı və aktiv material və məmulatlar da daxil olmaqla Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısında göstərilmiş material və məmulatlara dair tələbləri müəyyən edir. Sənəddə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair ümumi tələblər aktiv və ağıllı, kağız əsaslı, metal əsaslı, şüşə material və məmulatlara dair xüsusi tələblər, etiketlənmə tələbləri və bu material və məmulatlara dair məhdudiyyətlər öz əksini tapıb. Sözügedən qayda 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək. Bakı şəhəri Nəsimi rayonunda fəaliyyət göstərən Təzə Bazarda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşahidə edici sənədlərin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı və digər nöqsanlar aşkar edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılana qədər yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Nəzarət tədbirləri çərçivəsində İtaliya və Türkiyədən idxal olunan yodlaşdırılmış duz məhsullarında agentlik tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib. Hörmətli tamaşaçılar, Realda qida verilişinin bugünkü buraxılışında biz İdxal-ixrac əməliyyatlarından danışırıq. Mənim qonağım Qida Təhlükəsizliyi Agentliyinin İdxal-ixraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyevdir. Salam edirəm, sizə xoş gəlmişsiniz. Salam, xoş gördük ki mən. Əkbər, mənim bildiyiniz kimi hal-hazırda ixrac mövsümüdür və Azərbaycanın da bir sıra ixrac potensialı bitkiçilik məhsulları var ki və ixrac olunur. Və bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hal-hazırda hansı nəzarət, tənzimləmə tədbirləri həyata keçirilir? Buyurun. Təşəkkür edirəm İlkin müəllim. Vurğuladığınız kimi mövsümlə əlaqədar olaraq Azərbaycan Respublikasından bir çox ölkələrə kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə və tərəvəz məhsulları ixracı həyata keçirilir və
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinə, kifayətli fermerlərə dəstək göstərilməsi məqsədilə və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyəti yüksəldilməsi məqsədilə mövsümdən əvvəl həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilir, fitosanitar monitorinqlər həyata keçirilir və fitosanitar monitorinqlərin nəticəsinə uyğun olaraq risk əsaslı yanaşma tətbiq edilməklə ixrac həyata keçirilir. Bu monitorinqlər zamanı bildiyimiz kimi ixracatçı əsasən bizi ilə bu sahədə partnyor olan, ticarət tərəfdarları olan ölkələrin fitosanitar tələbləri, baytarlıq tələbləri və digər qida təhlükəsizliyi tələbləri öyrənilir, təhlil edilir və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bu barədə məlumatlar verilir. Mövsümdən əvvəl aparılan monitorinq və qeydiyyat tədbirləri zamanı aşkar olunmuş uyğunsuzluqlar əgər varsa, hər hansı bir sağlamlaşdırıcı tədbirlərin görülməsinə əlaqədar agentlik tərəfindən tövsiyələr verilir və regionlarda agentliyin müfəttişləri tərəfindən çoxsaylı monitorinqlər, görüşlər həyata keçirilir və sahibkarlıq subyektlərini, kəndli fermerləri ixrac mövsümünə hazırlayır. Hazırda ixrac dinamikasına biz diqqət yetirsək, sevindirici hallar ondan ibarətdir ki, ildən ilə bu sahə inkişaf edir. Azərbaycan Respublikasından qonşu dövlətlərə, həmçinin Avropa dövlətlərinə belə ənənəvi və qeyri-ənənəvi məhsullar ixrac həyata keçirilir. Bu dövrün ərzində bir çox dövlətlərdə, xüsusilə Avropa İttifaqı ölkələrində, qonşu ölkələrdə bir sıra məhsulların ixrac qapıları açılmışdır və məlumdur ki, Azərbaycan artıq bir neçə xəstəliklərdən, heyvan xəstəliklərdən belə azad statusu əldə etmişdir. Bu da sözsüz ölkəmizdən ixrac olunacaq kənd təsərrüfatı məhsulları, heyvan mənşəli məhsulların açılması ilə böyük təkan verir. Qeyd edim ki, artıq biz Çin Xalq Respublikası ilə, həmçinin Şərqi Avropa ölkələri ilə və digər Avropa ölkələri ilə, qonşu dövlətlərlə bu sahədə sıx əməkdaşlıq həyata keçiririk və Azərbaycanda istehsal olunan məhsulların qeyri-ənənəvi bazarlara çıxmaq istiqamətində addımlar atırıq. Dinamikaya gəldikdə isə ötən illərlə müqayisədə etsək, bizim ixracımızda Bəli, onu soruşmaq istəyirəm ki, statistik rəqəmlər varsa, onu da səsləndirmək. Bəli, statistik rəqəmləri təhlil etdikdə müşahidə olunur ki, kənd təsərrüfatı məhsullarının, bitkiçilik, meyvə və tərəvəz məhsullarının ixrac dinamikasında irəliləyiş var və son rəqəmləri təhlil etdikdə 20% bu sahədə bizim ixracda artımımız müşahidə olunmaqdadır. Əkbər müəllim, ümumiyyətlə bu ixrac prosedurları zamanı əsas narahat edici məqamlar nədən ibarətdir və sahibkarlar, fermerlər deyək ki, hansı məsələlərə, tələblərə riayət etməlidirlər? Azərbaycan məhsullarının xarici bazarlarda belə deyək ki, rəqabət qabiliyyətinin yüksəldilməsində dövlət nəzarətindən savayı, həmçinin burada bizim sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, həmin məhsulların seçilməsi zamanı, qablaşdırılması zamanı xüsusi olaraq qarşı tərəfin idxal tələblərinə diqqət yetirməlidir. Biz Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məhsulların fitosanitar sağlamlığı, bitki nöqteyi nəzərindən, həmçinin onların təhlükəsizliyinə nəzarət olunur. Lakin onlar qablaşdırılarkən, belə deyək ki, nəqliyyat vasitələrində yüklənərkən bəzi diqqət çəkici məqamlar var. Bunlar xüsusilə də taxta altlıqlarla əlaqədar ola bilər. Xüsusilə də məhsulların etiketlənmə, markalanma qaydalarından ibarət ola bilər. Bu ilə də əlaqədar biz təbliğat işlərimizi aparır ki, sahibkarlar nəyə diqqət yetirməlidirlər və bu məqamdan istifadə edərək sahibkarlıq subyektlərinə bildirmək istəyirəm ki, məhsullarını ixrac edərkən xüsusilə qeyd etdiyimiz kimi bizim məhsullar, kənd təsərrüfatı məhsulları böyük əksəriyyət Rusiya Federasiyasına ixrac olunur və Rusiya Federasiyasının idxal tələblərinə uyğun olaraq etiketlənməli, markalanmalı, məhsulun üzərində onun adı, tarasının çəkisi, qablaşdırma tarixi, istehsal tarixi, son istifadə müddəti və digər qarşı tərəfin tələblərinə uyğun olaraq məlumatlar yerləşdirilməli, onun istehsalçısı, yük göndərən haqqında məlumatlar yerləşdirilməli. Bu həm beynəlxalq konvensiyalarda nəzərdə tutulub, həmçinin
beynəlxalq standartlarda və həmçinin də bizim ölkəmizin də bu sahədə ithal tələblərində markalanma ilə bağlı xüsusi tələbləri var. Eyni qaydada da bizim ixrac etdiyimiz dövlətlərin də bu sahədə tələbləri var. Bu məqama bizim sahibkarlıq subyektləri diqqət yetirməli, qeyd etdiyim məlumatları özündə əks etdirməli və həmin standartların tələblərinə əsasən həmin məlumatlar aydın oxunmalı. Belə deyək ki, həmin məlumatlar həmin taraların üzərindən qopmamalı, düşməməli və bu məqamlara diqqət yetirməlidir. Əlavə olaraq da bildiyiniz kimi nəqliyyat vasitələrinə yüklər yığılarkən xüsusi taraların üzərində, daha doğrusu xüsusi taxta paletlərin üzərində yığılır və ASBM, yəni bitki sağlamlığı sahəsində ASBM 15 standartının tələbləri ciddi şəkildə riayət olunmalıdır. Həmin tələblərə əsasən taxta yeşiklər, taxta paletlər üzərində daşınan nəqliyyat yüklər müvafiq qaydada zərərsizləşdirilməli. Bu zərərsizləşdirmə istilik və ya digər metodlar vasitəsilə həyata keçirilə bilər və o ilə də əlaqədar həmin yeşiklər, daha doğrusu həm yeşiklər, həm də paletlərin üzərində müvafiq belə deyək ki, altlıqların üzərində müvafiq möhürlər aydın şəkildə görsənməlidir. Bu beynəlxalq ticarətdə bitki sağlamlığı sahəsində görüləcək tədbirlərdir. Əlavə olaraq da sahibkarlar xüsusilə diqqət yetirməlidirlər məhsulların daşınması zamanı. Həmin məhsullar öz spesifikasiyalarına uyğun olaraq nəqliyyat vasitələrinə yığılmalı. Əgər məhsullar soyuq zəncir prinsipi ilə daşınmalıdırsa, soyuq zəncir prinsipi gözlənilməli. Çünki nəqliyyat vasitələri hazırda yay mövsümüdür. 3 sutka, 4 sutka bunlar yol qət edirlər və bu qət etdiyi yol müddətində məhsullar tam sağlam şəkildə təyinat nöqtəsinə çatdırılması üçün həmin o soyuq zəncir və digər daşıma qaydalarına ciddi riayət olunmalıdır. Əkbər müəllim, əsas məsələlərdən biri də təsərrüfatların qeydiyyatı məsələsidir. Qanunvericilikdə də bununla bağlı konkret tələblər göstərilib. Qeydiyyat məsələsinin icra olunması ilə bağlı nəzarət, digər tənzimə tədbirləri necə həyata keçirilir? Qeydiyyatla əlaqədar yerlərdə aparılan işlər davam etdirilir. Qeydiyyatın mən buradan bildirmək istərəm ki, mahiyyəti ondan ibarətdir ki, qeydiyyat zamanı sağlam təsərrüfatlar müəyyən edilir. Çünki biz qeydiyyata belə baxmalıyıq. Bu bir ixracatçı, daha doğrusu ixalçı dövlətin bir tələbidir. İxalçı dövlət konkret bilmək istər, onun ölkəsinə məhsul hardan gəlir, hansı təsərrüfatdan gəlir. Çünki burada bir izləmə sistemi təşkil edilməlidir. Əgər hər hansı bir məhsulda uyğunsuzluq aşkar olunduğu təqdirdə biz geri qayıtmalıyıq, həmin təsərrüfatı müəyyənləşdirməliyik və orada müəyyən sağlamlaşdırıcı tədbirlərimizi həyata keçirməliyik. Bu beynəlxalq standartdır, beynəlxalq normalardır. Biz də bu axına qoşulmalıyıq və təsərrüfatlar qeydiyyatda olmalıdır. Qeydiyyatda olduğu təqdirdə dediyim aparılan monitorinqlər çərçivəsində, monitorinqlər zamanı, digər dövlət nəzarəti tədbirləri zamanı orada tətbiq edilən pestislərdən tutmuş, tətbiq edilən digər belə deyək ki, aqrokimyəvi vasitələrdən tutmuş hər bir şeyin uçot aparılır və nəticədə məhsullar tam sağlam şəkildə daxili bazara çıxarılması da bir belə deyək ki, zəmin yaradır. Bu sahibkarlar üçün bəs hansı üstünlüklər yaradır? Sahibkarlar üçün üstünlüyü ondan ibarətdir ki, onlar qeydiyyatda olduğu təqdirdə bir növ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı onlara xüsusi belə deyək ki, agentlik əməkdaşları tərəfindən dəstək göstərilir. Orada fitosanitar monitorinqlər daim nəzarətdə aparılır və çevik ixracın təşkili üçün qeydiyyat prosesi vacibdir ki, artıq agentlik tərəfindən həmin təsərrüfat haqqında bəlli məlumat bazası formalaşdırılır. İtxalçı ölkənin tələbləri həmin müəssisədə daim nəzarətdə saxlanılır və çevik ixrac prosesi həyata keçirmək mümkün olur. Əkbər müəllim, biz söhbətimizin əvvəlində qeyd elədik, həm markalanma ilə bağlı, həm qida ilə təmasda olan məmulatlara dair tələblər var, eyni zamanda qeydiyyatla bağlı dediniz. Sahibkarların bu sahədə hər hansı bir sualları olarsa, onlar hara müraciət etməlidir? Ümumiyyətlə, dəstək mexanizmləri barədə bir qədər məlumat verəsiniz. Biz qablaşdırma ilə əlaqədar, həmçinin taxta atlıqlarla əlaqədar və digər məsələlərlə əlaqədar regional bölmələrimizi təlimatlandırmışıq. Onlar da öz növbəsində bu sahədə fəaliyyət göstərən subyektləri təlimatlandırıb.
agentliyin mütəxəssisləri tərəfindən daim yerlərdə görüşlər keçirilir. Növbəti görüşlər də bu həftə, növbəti həftə nəzərdə tutulub. Bundan əvvəlki həftədə, bu həftədə də biz sahibkarlıq subyektlərinə bu mövzuda görüşlər həyata keçirmişik və bu davamlı şəkildə həyata keçiriləcək. Və bu sayda suallar olarsa, Qida Təhlükəsizliyi Agentliyinin həm 1003 qaynar xəttinə, həmçinin də regional bölmələrinə və agentliyin özünə rəsmi qaydada müraciət edə bilərlər. Çox sağ olun Əkbər müəllim. Təşəkkür edirəm. Siz sağ olun. Gəldiniz studiyaya, suallarımızı canlandırdınız. Hörmətli tamaşaçılar, Realda qida verilişinin bugünkü buraxılışında biz ithal-ixrac əməliyyatlarından danışırdıq. Mənim qonağım Qida Təhlükəsizliyi Agentliyinin İthal-İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev idi. Qida Təhlükəsizliyi Agentliyi makaron məhsulları ilə bağlı yayılan iddialara aydınlıq gətirdi. Gəlin onu da izləyək. Makaron gündəlik rasionumuzda geniş yer tutan, həm dadı, həm də çeşidliyi ilə seçilən qida məhsuludur. Amma bu sadə görünən yeməyin arxasında olduqca incə bir istehsal prosesi və elmi əsaslara söykənən tərkib dayanır. Makaronu bişirdikdən sonra aldığı möhkəm struktur birbaşa istifadə olunan buğda növünə və onun tərkibinə bağlıdır. Sənaye miqyasında hazırlanan makaronlar bərk buğdadan hazırlanır. Bərk buğda yüksək protein və gluten tərkibi ilə seçilir. Nəticədə makaron bişərkən dağılmır və formasını mükəmməl qoruyur. Bəzi kütləvi informasiya vasitələrində yumşaq buğdanın daha ucuz olması səbəbindən makaron istehsalında istifadə olunduğu bildirilir. Lakin yumşaq buğdanın gluten tərkibi zəif olduğundan makaron bişirildikdə tez dağılar və strukturu itə bilər. Bu baxımdan məişətdə gündəlik istifadə etdiyimiz, bişərkən dağılmayan makaronların yumşaq buğdadan hazırlanması fikri doğru deyil. Aydınlıq gətirmək istədiyimiz digər məsələ isə yumşaq və bərk buğdaların tərkibində ağır metalların fərqli miqdarda olması fikridir. Beynəlxalq risk qiymətləndirmə qurumları tərəfindən bütün taxıllar, o cümlədən yumşaq və bərk buğdada kadmium və quruluşunun insan həyat və sağlamlığı üçün təhlükəsiz həddi eyni miqdarda müəyyənləşdirilib. Onu da qeyd edək ki, makaron istehlakı sonrası bəzi həzm problemi olan insanlarda, xüsusilə glutenə qarşı həssaslığı olan şəxslərdə narahatlıq və allergik reaksiyalar müşahidə oluna bilər. Bu allergik reaksiyalar isə makaronun tərkibində olan glutendən qaynaqlanır. Makaron tərkibində gluten ehtiva etdiyindən çölyak xəstələri və glutenə qarşı həssaslığı olan insanlar üçün bu məhsulların istehlakı risklidir. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq istehsalçılar tərəfindən makaron məhsullarının üzərində allergenlərlə bağlı xəbərdarlıq yazısının açıq və aydın şəkildə göstərilməsi olduqca vacibdir. Eyni zamanda istehlakçılar da məhsulun etiketini diqqətlə oxumalıdır. Unutmayaq ki, qida ilə bağlı yanlış mənbələrdən alınan məsləhətlər sağlamlığımıza ciddi zərər vura bilər. Buna görə də yalnız peşəkar və ixtisaslı mütəxəssislərin fikirlərinə əsaslanmaq, eyni zamanda rəsmi qurumların yaydığı məlumatlara etibar etmək vacibdir. Sırada maarifləndirici bir süjetimiz var. Qarpız alarkən nələrə diqqət yetirməliyik? İsti yay günlərində fərahlıq verən, həm də bədənin su ehtiyacını qarşılayan qarpız və yemiş antioksidantlar və vitaminlərlə zəngin meyvələr hesab olunur. Hazırda dəyişən əkinçilik mədəniyyəti, tez yetişən sortlar, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsulların tətbiqi nəticəsində bu meyvələri iyun ayından başlayaraq əldə etmək mümkündür. Məhsulun hansı dövrdə istehlak edildiyindən asılı olmayaraq diqqət yetirilməli müəyyən məqamlar var. Belə ki, ilk olaraq satış yerlərində alıcılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması, qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması, qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpızın və yemişin üzərində çürük və çatlar olmamalıdır. Bundan başqa bu məhsullar torpaqla təmas etdiyindən səthləri torpaqdakı müxtəlif mikroorqanizmlərlə çirklənmiş ola bilir ki, bu da məişətdə gigiyena qaydalarına düzgün riayət edilmədiyi halda məhsulların təhlükəli vəziyyətə gəlməsinə gətirib çıxara bilir. Belə halların qarşısını almaq üçün əsas məqam qarpız və yemişi kəsməzdən əvvəl onları yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək və kəsiləndən sonra isə düzgün qaydada saxlanılmasına riayət etməkdir.
Bir məqamda qeyd edim ki, ümumiyyətlə qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətlidir. Bütöv qarpızı 10-15 dərəcə Selsi, xırda hissələrə doğranılmış qarpızı isə ağzı cik qapalı qablarda müsbət 5 dərəcə Selsi temperaturda saxlanılması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın və yemişin üzəri qida üçün nəzərdə tutulan plastik örtü ilə kip örtülərək soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanılması da tövsiyə edilmir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə də öz keyfiyyətini itirir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 16:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Verilişin təkrarı isə axşam saat 22:30-da yayımda olur. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.